Salam, hər vaxtınız xeyir olsun YouTube kanalımın daimi və dəyərli izləyiciləri. Kanalımda hər birinizi xoş gördük. Bugünkü videomda da sizlər üçün o qədər ləzzətli, dadlı bir şirniyyat hazırlayacağım ki, ən sevdiyiniz reseptlərdən olacaq. Həqiqətən mükəmməl bir şirniyyatdır. Mütləq videonu sonadək izləyin, keçək hazırlanmasına. Əvvəlcə şirniyyatımızın xəmirini hazırlayırıq. Xəmir üçün bizə lazımdır 500 qram un. Bu da 200 ml stəkan ölçüsü ilə 4 stəkan undan 1 xörək qaşığı əski un eləyir. Üzərinə 200 qram soyuq kərə yağı və 1 paket vanil əlavə edib əlimizlə yaxşı-yaxşı ovaraq umaç hazırlayırıq. Dəyərli izləyicilərim, kim hardan videomu izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, zəhmətə dəyər verib videomuzu izləyərkən elə bu dəqiqə yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Əgər bəyənirsinizsə, yaxınlarınızla da paylaşın. Sizlər də kanalımızın böyüməsində mənə bu cür dəstək olmuş olarsınız. Gördüyünüz kimi umacı hazır etdik. Soyuq kərə yağı, un və vanil. Bunları qarışdıraraq umaç halına gətirdikdən sonra 250 qram xama götürmüşəm. 250 qram xamanın üzərinə 1 çay qaşığı, yəni qramla desək 5 qram qabartma tozu əlavə edib yaxşıca qarışdırırıq xama ilə birlikdə və bunu da əlavə edirik umacın üzərinə, başlayırıq yavaş-yavaş xəmirimizi yoğurmağa. Mən tam olaraq 500 qram undan istifadə etdim. Nə əski, nə artıq istifadə olunmadı. Xəmiri yoğururuq. Xəmir ələ yapışmayan, yumuşaq bir xəmir olur. Yəni bərk xəmir olmur. Yumuşaq və ələ yapışmayan çox gözəl bir xəmir olur. Xəmiri yoğurduqdan sonra üzərini bir salafanla örtürük. Elə masanın üzərində xəmiri bir qədər dinləndiririk. Yəni içlik hazırlayana dək xəmir bu cür masanın üzərində qalmalıdır. Yəni soyuducuya qoymağa ehtiyac yoxdur. İçlik üçün 85 qram un götürürük. 85 qram unda 200 ml stəkan ölçüsü ilə 1 stəkandan 1 baş barmağı əski un eləyir. 85 qram unun üzərinə 100 qram ev temperaturunda yumşalmış kərə yağı əlavə edirik və yağla unumuzu ovuruq biraz əlimizlə. Burada ovarkən baxacaqsınız ki, əlinizə yapışır. Qətiyyən artıq un əlavə etməyin. Yəni bu cür yapışqan olmalıdır. Unla yağı çox az ovduqdan sonra üzərinə 200 qram şəkər tozu, 200 qram rondodan keçirilmiş qoz ləpəsi və 100 qram xırda-xırda doğranmış sarı və qara kişmiş qarışımı əlavə etdim. Burada kişmişi mən istəyə görə, zövqə görə əlavə etdim içliyə. Amma ümumilikdə sırf qoz ləpəsindən istifadə etsəniz, onda 300 qram qoz ləpəsindən istifadə etməlisiniz. Açıqlama bölümündə də qeyd edəcəm. Mən burada 200 qram qoz ləpəsi və 100 qram kişmişi qarışdırdım. İnandırım sizlərə, o qədər dadlı, ləzzətli bir içlik alındı ki, möhtəşəm alınır. Yəni istəsəniz həm eynən mənim etdiyim kimi 200 qram qoz ləpəsi, 100 qram kişmiş götürə bilərsiniz. Amma kişmiş götürsəniz mütləq yuyun, bir çay dəsmalının içərisində qurulayın və çox xırda-xırda doğrayın bıçaqla kişmişi. Yox, əgər kişmiş sevmirsinizsə, onda 300 qram qoz ləpəsindən istifadə edin. Və içliyi hazır etdikdən sonra bir kənarda gözlədib keçirik xəmirə. Xəmiri götürdüm, gördüyünüz kimi və belə uzun sov şəkildə düzəltdim və eyni bərabərdə olmaqla mən 3 hissəyə böldüm. Hətta sonradan tərəzidə də çəkdim ki, kündələr hamısı eyni bərabərdə olsun, eyni böyüklükdə olsun. 3 ədəd kündəmiz alınır. Ovucumuzun içərisində gördüyünüz kimi kündəliyirik və kündələri artıq çox gözlətməyə ehtiyac yoxdur. 5 dəqiqə, 6 dəqiqə gözlətsəniz yetərlidir. Kündələri 5-6 dəqiqə üzərini salafanla örtüb gözlədirik. Daha sonra isə bir-bir götürüb yayıb başlayırıq hazırlamağa. Çox asan bir reseptdir. İnanın ki, o qədər dadlı, ləzzətli bir şirniyyat alınır ki, eynən bu şirniyyatı yedikdə sanki paxlava yeyirsən, şəkərbura yeyirsən, yəni o daddadır, o ləzzətdədir. Möhtəşəm bir reseptdir. Qeyd etdiyim kimi kündələrimizi görürsünüz, kündələdim və indi isə bir-bir götürürəm. Yəni 5-6 dəqiqə dinləndirin, 5-6 dəqiqədən sonra bir-bir götürürük, üzərinə, altına çox aşırı un səpmirik, bir qədər un səpirik və başlayırıq yaymağa. Yayarkən çalışın ki, incə şəkildə yayın, çünki xəmir rulet formasında, yəni qatlanacaq, büküləcək. Ona görə incə şəkildə yaymaq lazımdır. Mən bir qədər yaydıqdan sonra başlayıram kənarlarını görürsünüz incəltməyə. Yəni xəmir qalın qalmasın, incəlsin. Bu cür belə qəşəng incəltdikdən sonra içlikdən götürürük, əlavə edirik yalnız bir hissədən. Yəni içliyi burada tamamilə bütöv hər tərəfə yaymırıq. Sadəcə bir tərəfdən içlikdən əlavə edirik. Daha sonra isə rulon formasında bükürük. Görürsünüz, belə əlavə etdim və xəmiri üzərinə qatlayıram.
Eynən rulon formasında xəmiri bükürəm. Kərə yağı olarsa xəmiri kərə yağı ilə hazırlayın. Yox, kərə yağı olmazsa onda adi paçka margarinlərdən də xəmir üçün istifadə edə bilərsiniz. Amma içliyi hazırlayarkən içliyin ləzzətli alınması üçün mütləq çalışın ki, içliyə təmiz kərə yağından istifadə edin. Mən forma verdikdən sonra ortadan 2 hissəyə böldüm, daha sonra isə listimə yığdım. Çünki çox uzun alınır, yəni listim o uzunluqda olmadığı üçün ona görə məcbur oldum ortadan 2 yerə böldüm. Amma məsələn sizin listiniz uzundursa, elə uzunluğu uyğun gələcəksə qətiyyən xəmiri ortadan 2 yerə kəsməyə ehtiyac yoxdur. Elə uzun-uzun listinizə düzün və bişirin. Və digər 2 kündəmi də yenə də ayrı-ayrılıqda eyni üsulla yayıram. Bir qədər yaydıqdan sonra mütləq xəmirin kənarlarını incəldirəm. Belə incə şəkildə xəmiri yaydıqdan sonra artıq qalan içliyi qalıb ki, həmin içliyi də gözə yarı olaraq elə qaşıqla qabın içərisində 2 hissəyə böldüm ki, mənə rahat olsun. Hər bir xəmirə eyni bərabərdə olmaqla içlikdən çatsın və yenə də eyni üsulla baxan xəmiri üzərinə qatlayırıq və rulon formasında bükürük. Bilirəm, soruşacaqsınız, bu xəmirə yumurta vurulur, vurulmur? Xeyr, bu xəmirə yumurta qətiyyən vurulmur. Onu da nəzərinizə çatdırım ki, mən xəmiri soyuq yağla hazırladığıma görə bu xəmir eynən demək olar ki, Napolyon xəmiri kimi alındı. Möhtəşəm bir xəmir alındı, yəni. Baxın, görürsünüz, burada sizə göstərirəm. Hətta listimi qoydum, xəmirin kənar hissəsinə sizlərə göstərdim ki, yəni listimdən uzundur xəmir. Ona görə mən məcbur oldum, hər bir rulonu ortadan 2 hissəyə böldüm və böldüyünüz hissəni də əgər sizlər də bölərsinizsə, mütləq həmin hissəni qatlayın ki, bişərkən həmin o hissədən içlik, yəni tökülməsin. 2 ədəd yumurtanın sarısını ayırmışdıq. 2 ədəd yumurtanın sarısına 1 çay qaşığı bitki yağı, yəni duru yağ əlavə etdik, qarışdırdıq və bunu da çəkirik üzərlərinə. Sobanı da artıq öncədən yandırmışam. Soba mütləq öncədən isidilmiş olmalıdır. Mən 170-180 dərəcə arasında konveksiya rejimində sobanın ən aşağı gözündə bişirdim, amma sobalar müxtəlifdir. Məsələn, konveksiyasız rejimlərdə 190-200 dərəcə arasında bişirə bilərsiniz. Baxın, görürsünüz, yumurtanı çəkdikdən sonra belə xətlər atırıq, yəni bıçaqla tam axıra kimi yox, belə cızıq, belə kəsirik ki, kəsik atırıq ki, bunu sonradan doğramaq çox rahat olur bizə. Və üzərinə istəsəniz ağ küncüt və ya xaş-xaş səpə bilərsiniz. Bu da qalıb sizlərin zövqünə. Artıq sobama yerləşdirdim. Tam 35-40 dəqiqə müddətində, yəni 35-40 dəqiqə arasında bişib hazır olur. Xına kimi qıpqırmızı qızardı və götürürəm. Sobadan isti-isti götürən kimi mən fırça vasitəsilə üzərlərinə çox az bal çəkdim. Balı da nə üçün istifadə etdim? Üzəri qəşəng belə parıltılı olmaq üçün. Sonda da sizlərə göstərəcəm ki, üzəri gördüyünüz kimi necə gözəl parıldayacaq. Burada məndə bal çox qatı baldır. Ona görə az-az vururam. Çünki xəmir özü isti olduğu üçün elə xəmirin istiliyində bal üzərində əriyir. Belə azacıq, yəni çox vurmağa ehtiyac yoxdur. Bunu da parıltı üçün vurdum. Amma balınız olmasa da yəni heç bir problem yoxdur, vurmaya da bilərsiniz. Və gördüyünüz kimi ikinci listim də bişib hazır oldu. Ətri də bütün mətbəximi bürüyüb, amma doğramaq üçün qətiyyən tələsməyin. Mütləq çalışın ki, tam soyusunlar. Tam soyduqdan sonra səliqəli şəkildə həmin bu bıçaqla belə xəttlər ki atmısınız, həmin hissədən doğrayacaqsınız. Soyduqdan sonra doğramaq da çox səliqəli olur, amma qaynar halda doğrasanız onda xəmir ola bilər, səliqəsiz, yəni qırıla bilər. Mütləq tam soydun. Soyduqdan sonra doğrayın. Görürsünüz, üzəri necə qəşəng parıltılıdır. İndi isə artıq mənim ilk hazırladığım listə olan bu şirniyyatım soyuyub, soyduqdan sonra iti bir bıçaqla, həmin o bıçaqla ki kəsiklər atmışdım, həmin hissələrdən doğrayıram. Görürsünüz, doğrayanda da hiss olunur. Üzəri belə biraz xırçıltılıdır, içərisi də yumuşaqdır. İnanın ki, sanki Napolyon xəmirini mənə xatırlatdı. Elə bil ki, Napolyon xəmirdir. Üzəri qəşəng belə xırçıltılı, içərisində hətta qatlar da var idi. Çox gözəldir də. Dadından da yedikcə doymaq olmur. Möhtəşəm bir şirniyyatdır. Mütləq bunu hazırlayıb dadına baxın. İnandırım sizləri, həqiqətən də o qədər dadlı bir şirniyyatdır. Açıqlama bölümündə stəkan ölçüsü ilə belə ərzaqların miqdarını hamısını sizin üçün qeyd edəcəm. Mütləq oradan baxarsınız.
Göz haqqınızı halal edin, videonu mütləq yaddaşa verin, yaxınlarınızla da paylaşın. Bu cür ləzzətli şirniyyatlardan sizlər də hazırlayın, övladlarınızı, ailənizi sevindirin. Zəhmətə dəyər verib videonu bəyənib, bir kəlmə olsa belə şərh yazmağı unutmayın. Sağ olun, yeni videolarda görüşmək ümidi ilə salamat qalın.